Marketə getmədən 15 nəfərlik adama necə süfrə açdım gəlin baxaq. Süfrədə hər şey var idi. İndi bir-bir nələr var sizə göstərəcəm. Aşı hazırlayıb aura kağız dəsmalları ilə dəmə qoydum ki, qəşəng dəm alsın. Sirrimiz burdadır. Gələn hamıya demişdim ki, bir cür yemək mən bişirib, siz də hərəniz bir yemək gətirin. Qohumlardan bəziləri səhər gəlmişdi, özü də aç. Girdilər mətbəxə ki, səhər yeməyi hazırlasınlar. Dedim ki, bilmirəm, elə də çox bir şeyimiz yoxdur. İnanırsınız varlıymış. Elə şeylər çıxdı. Sağlam bəslənirlər deyə kəsmiyə əzdilər, üzərinə banan elədilər. Bəzisi yumurta vurdu, üzərindən bal elədilər. İnarsınız elə şeylər elədilər ki, baxdım ki, həqiqətən də hər şeyimiz var imiş. Gələndə isə mənə belə tava almışdılar. Bax, hər şeyimiz var imiş. Kompotdur, yemiş qarpızdır, bizim evin məhsuludur. Baxaq görə gələnlər nələr gətirib. Gətirdiklərini doğrayırıq. Bu qabı axşamdan süfrəyə boş qoymuşam. Ay Allah, nə əziyyət çəkmisiniz deyəndən sonra gətirib yerləşdirirəm qabına. Yeməkdən sonra birlikdə süfrəni yığışdırıb qabları yığıb. Keçək şirniyyat gətirənlərin şirniyyatlarını yemək. Səni elə döydülər ki, uşaq sadəcə ayaq yemək istəmişdi. Gözündən, burnundan gətirdilər.